Sizcə dəyər şirkət tərəfindənmi yaradılır, yoxsa müştəri tərəfindənmi? Service Dominant Logic deyə bir nəzəriyyə var. Bu nəzəriyyə əsasən dəyər bir tərəfli deyil, qarşılıqlı yaradıla bilən bir gerçəklikdir. Yəni misal üçün siz bir xidmət sahəsində işləyirsiniz, idarəçisiz. Bütün şərtlərlə, ehtiyaclarla öz xidmət sahənizi təmin etmisiniz və nəticədə məyusluq var ki, insanlar bunu anlamayıb və sizə bir o qədər də rəğbət göstərmir. Bu nəzəriyyə əsasən siz iddia edə bilməzsiniz ki, mən dəyər yaratdım. Sizin bu anda etdiyiniz ən yaxşı halda, yəni ifadə ilə dəyər təklifi və yaxud potensial dəyər adlana bilər. Çünki nəticədə məmnun olan müştəri yoxdur. Bu anda Service Dominant Logic, yəni xidmət mərkəzli məntiq nəzəriyyəsinə görə sizin burada buraxdığınız bəzi boşluqlar ola bilər. Misal üçün, kommunikasiya bu boşluqlardan biri ola bilər ki, siz kifayət qədər özünüzün kim olduğunu, nə təqdim etdiyinizi müştəriyə çatdıra bilməmisiniz. Və yaxud iş o qədər qarışıqdır ki, təklif etdiyiniz dəyər o qədər qarışıqdır ki, müştərilər bunu anlamaqda çətinlik çəkirlər. Bilirsiniz nəyə bənzəyir? Bəzən bir insana 5 cür yaxşılıq edərsən, bu o qədər qarışıq, uyğunsuz şəkildə təqdim olunar ki, o bunu anlamaya bilər. O zaman yenə iddia edə bilməzsiniz ki, mən dəyər yaratdım. Sadəcə dəyər təklif etmiş olursunuz bu halda da. Üçüncüsü isə müştərilərin fikrinə müraciət etməməkdir, boşluq olaraq. Yəni siz peşəkar ola bilərsiniz, perspektiviniz geniş ola bilər, amma bu o demək deyil ki, siz onların fikirlərini ikinci plana atmalısınız. O xidmətin dizaynı zamanı siz eyni zamanda müştərilərinizin də fikirlərinə önəm verməlisiniz. Ola bildiyincə təqdim etdiyinizi səmərəli olsun deyə sadə şəkildə təqdim etməlisiniz ki, asan şəkildə müştərilər tərəfindən anlaşılsın. Bəzən bütün hər şeyi yaxşı etdim, nəticə niyə belə olduya görə Service Dominant Logic nəzəriyyəsini tənqid edirlər. Bu nəzəriyyənin aldığı ən böyük tənqidlərdən biridir. Bu nəzəriyyəyə görə dəyər nə zaman yaradılır, nə zaman isə dəyər təklifi halında qalıra bir misal vermək istəyirəm. Deyək ki, bir coffee shop işlədirsiniz. Ön səf işçiləriniz çox peşəkardır, ünsiyyəti çox yaxşı bacarırlar, təqdim etdiyiniz məhsullar çox keyfiyyətlidir. İçəri deyək ki, müştəri girir, bütün bunları etməklə yanaşı xüsusi bir an yaşayır orada. Tanıdığı bir insanı mı görür və yaxud ön səf işçilərinlə münasibət zamanı xoş bir an yaşayırsa və məmnun qalırsa, bu nəzəriyyəyə görə siz orada dəyər yaratmış olursunuz artıq. Deyək ki, həmin insan başqa bir gün gəlib ora, bütün hər şey yaxşıdır, amma sadəcə səsküydən o insan oranı tərk edir və yaxud səsküydən dolayı məmnun qalmır. Bu nəzəriyyəyə görə isə siz bu anda dəyər yaratmış deyil, sadəcə dəyər təklifi təqdim etmiş olursunuz. Bunu götürüb fərdi münasibətlərinizə də tətbiq edə bilərsiniz. Misal üçün, siz deyək ki, bir insana qarşı çox fədakarsınız, əlinizdən gələn hər şeyi etmişsiniz və bu nəzəriyyəyə görə iddia edə bilməzsiniz ki, mən dəyər yaratdım. Sadəcə anlaşılmadı. Xeyr. O dəyər o zaman olur ki, qarşı tərəf də o anda iştirak edir və onu anlayır. Yəni, sizin bu anda etdiyinizdə sadəcə bir dəyər təklifi ola bilər. Bu anda nə etməlisiniz? Müştəri kütləsini mi dəyişməlisiniz? Yəni, münasibət qurduğunuz adamı mı dəyişməlisiniz? Və yaxud münasibətinizin məzmununu mu dəyişməlisiniz? Və yaxud bəlkə elə bir ünsiyyət forması seçmişsiniz ki, o qarşı tərəfdən anlaşılmır. Bunu mu dəyişməlisiniz? Bunların cavabını özünüz bu videoya baxdıqdan sonra necə deyərlər, axtara bilərsiniz. Hansı bazarda olursanız olun, sizə uğurlar diləyirəm.